Hər birinizi salamlayıram, dəyərli şagirdlər, abituriyentlər və müdavimlər. Bugünkü turizm videomuzun mövzusu birinci Göytürk İmperatorluğudur. Vaxtınız getməsin deyə videonun əsas hissəsini lövhəyə əvvəlcədən qeyd etdim. Birinci Göytürk İmperatorluğu Aşina nəslindən olan bu dövlət, Türk adını daşıyan ilk dövlətlərdən biri olan bu dövlətin tarixini öyrənmək hər bir türk üçün vacibdir. Həmçinin qəbul proqramında da xüsusi yer tutur. Ona görə də diqqətlə videonu izləyək və qeydlərimizi götürək. Birinci Göytürk İmparatorluğu. Göytürklər dünyada yayılmağa başladıqda Çinlilərin əsarəti altındadılar və həmçinin bu dövlət də yaranmamışdan qabaq Çinlilərin əsarəti altındadılar. Hansı ki bu Çin dövlətinin adı Jujan dövlətidir və Jujan dövlətinin varlığına 552-ci ildə Bumil Xaqan son qoyaraq birinci Göytürk İmparatorluğu yaradacaq. Yəni banimiz Bumil Xaqandır. Mövcudluğumuz 500 başlayacaq 52-ci ildə. Paytaxtımız isə olacaq Ötkən şəhəri. Yəni dövlət Çinlilərin Jujan dövlətinin varlığına son qoyaraq başlayacaq. Bumil hakimiyyətə gəldikdən sonra dövlətin ərazisini olduqca genişləndirmişdir və özünə Xaqan titulu götürmüşdür. Xaqan. Dövlətdə Xaqandan sonra ikinci şəxs Yabqu hesab olunur. Yabqu adətən Xaqanın qardaşı olur və Göytürklərin ərazisi Qafqaza qədər gəlib çatdığına görə sadəcə bir nəfər bu boyda ərazini idarə edə bilməz. Ona görə ikinci bir adam lazımdır ki, dövlətin ərazisini idarə edə bilsin. Yabqunun səlahiyyəti dövlətin genişləndirilmiş ərazilərini idarə etməkdir. Bu mindən sonra bizdə hakimiyyətə gələcək Muğan Xaqan. Muğan Xaqan hakimiyyətə gəldikdən sonra eyni Bumil Xaqanın etdiklərini edir və dövlətin sərhədlərini genişləndirir. Çinlilərə qarşı mübarizə aparır, Xəzərləri özünə tabe edir. Sonra Sasanilərlə birləşərək Axun İmparatorluğunun varlığına son qoyur, Sasanilərlə birləşir. Lakin bir müddətdən sonra onun Sasanilərlə münasibətləri kəskinləşir. Nəyə görə? Çünki Sasanilər onların ticarət yollarını olduqca məhdudlaşdırırdı. Ona görə də Sasanilərlə Göytürklərin münasibətləri xeyli kəskinləşəcək və bir-birlərinə qarşı mübarizə aparmağa başlayacaq. Muğan Xaqan dövrü birinci Göytürk İmparatorluğunun ən çiçəklənmə, ən yüksəliş dövrlərindən biri hesab olunur. Məhz onun ölümündən sonra da varislər dövləti yaxşı şəkildə idarə edə bilməyəcəklər və 588-ci ildə dövlət iki hissəyə parçalanacaq və yenidən Çinlilərin hakimiyyəti altına düşəcəklər. Hətta iki hissəyə parçalandıqda Qərbi və Şərqi Göytürk olmaqla iki hissəyə bölünürlər. Xəzər dövləti isə Qərbi Göytürk Xaqanlığının varislərindən biri hesab olunur. Göytürklər qeyd etdiyimiz kimi Türk adını daşıyan ilk dövlətdə Aşina soyuna mənsublar, banisi isə Bumil Xaqan olmuşdur. Keçək ikinci Göytürk İmparatorluğuna. Qeyd etdiyimiz kimi birinci Göytürk İmparatorluğu dağıldıqdan sonra Göytürklər Çinlərin əsarəti altına düşür və Çinlərə qarşı Göytürklər tərəfindən iki dənə üsyan qaldırılır. 639-cu ildə Kürşadın başçılığı ilə üsyan, Kürşad. 682-ci ildə Qutluqun başçılığı altında üsyan. Yəni iki dənə üsyanımız baş verir. Kürşad üsyanı məğlub olur, Qutluq xanın üsyanı isə qalib gəlir və ikinci Göytürk İmparatorluğu yaranır. Yəni banimiz Qutluqdur. Qutluq dövləti yaradır 682-ci ildə. Paytaxtımız isə yenə də Ötkən şəhəridir. Və Ötkən şəhərində özünü Xaqan elan edərək özünə İltəris ləqəbini götürür. İltəris elin xilaskarı mənasına gəlir və dövləti başlayır Qutluq idarə etməyə. Qutluq Xaqan hakimiyyətə gəldikdən sonra bir yenilik edir. Bu nədir? Artıq Çinli qızlarla yox, türk qızlarla evlənməyə başlayır. Bu isə dövləti günü-gündən gücləndirir. Qutluqun dövründə dövlətin sərhədləri də genişlənir. Lakin Qutluq öldükdən sonra onun oğulları Küldügin və Bilgətigin kiçik yaşda olduğuna görə hakimiyyətə qardaşı Qapağan gəlir. Qapağan. Qapağan dediyimiz kimi İltərisin qardaşıdır. Qapağan hakimiyyətə gəldikdən sonra da dövlətin sərhədlərini xeyli genişləndirir və dövləti çox müdrik şəkildə idarə edir. Dövlətin bu cürə müdrik şəkildə idarə edilməsində Tonyuqun əvəzsiz rol olmuşdu. Tonyuq türklərin Bismarckı adlanır, əzizlər, türklərin Bismarckı. Yəni Göytürk dövləti idarə ediləndə baş məsləhətçi Tonyuq olmuşdu. Həm
Bunu siz belə vəzir kimi də görə bilərsiniz, baş məsləhətçi görə bilərsiniz. Yəni çox uzaq görən bir şəxsiyyət olduğuna görə həm Qutuluqun dövründə, Qapağanın dövründə, həmçinin bunlardan sonra gələn xaqanların dövründə Tony Cook'un məhz rolu əvəzsiz olmuşdur və ona da dediyim kimi türklərin Bismarckı deyirlər. Qapağandan sonra hakimiyyətə qardaşlar gəlir, Kültigin və Bilgetigin qardaşları. Birinci Bilgədən danışaq. Bilge hakimiyyətə gəldikdə o da dövlətlərin sərhədlərini genişləndirməyə başlayır və müdrik bir hökmdar olur. Lakin bunların çox təəssüf ki, hakimiyyətlərindən o qədər də geniş bir məlumatlar yoxdur və Bilgedən sonra hakimiyyətə qardaşı Kültigin gəlir. Lakin Kültiginin yaşı az olduğuna görə hakimiyyət uğrunda mübarizə başlayır və bu mübarizədən 744-cü ildə Uyğurlar istifadə edərək dövlətin varlığına son qoyurlar. Yəni 2-ci Göytürk İmparatorluğu 682-ci ildə 744-cü ilə qədər mövcud olub. Yadımıza bir daha salaq. 1-ci Göytürk İmparatorluğu 552-dən 588-ə, 2-ci Göytürk İmparatorluğu 682-dən 744-cü ilə qədər hakimiyyət mövcud olur daha doğrusu. 1-ci Göytürk İmparatorluğu 2 hissəyə parçalanır və Çinlərin hakimiyyətinə düşərək süquta uğrayır. 2-ci Göytürk İmparatorluğunun varlığını isə Uyğurlar son qoyur. 1-ci Göytürk İmparatorluğunun Bumil xaqan, 2-ci Göytürk İmparatorluğunun banisi isə Qutuluq xaqan, yəni İltəris xaqan, digər adının Elin xilaskarı qoyub. İkisinin də paytaxtı Ötüşən şəhəri olmuşdur.